Salam, xoş gördük hamınızı. Mən Avropa kurslarının riyaziyyat müəllimə Sabuhi müəllim və Avropa sonuncu 4-cü blok sınavının ikinci qrup 11-ci siniflər üçün olan blok sınavı izahını vermək istəyirəm. Diqqətli olun. Aşağıdakı ifadədə deyir, hansı n-in tək qiymətində tək, cüt qiymətində isə cüt ədəd olar. Bax, fikir verin uşaqlar. N tək qiymətində tək olsun, cüt qiymətində cüt olsun. A variantına fikir verin. 2n kvadratı həmişə cütdür. Cütün üzərində tək gələndə bu ifadə həmişə təkdir. 2n plus 7-də 2n həmişə cütdür. Cütün üzərində tək gələndə bu ifadə həmişə təkdir. 2n minus 1-də 2n həmişə cütdür. Cütdən bir tək çıxanda bu ifadə həmişə təkdir. Bu ifadəyə fikir verin. N-in yenə bir tək qiymət, bir qiymət qoyduqda 1-in kvadratı 1, 2 birim 2 və 1. Bunun cəmi 4 eləyəcək. Axı bizə deyir tək qiymətinə tək yazım, tək qiymətdən cüt elədi. Qalır D variantı. D variantında isə fikir verin. Bir qiymətində verəndə 2 vurulsun, 1 üstə gəlsin, 3 vurulsun, 1 eləyir 5. Gördünüzmü? Tək qiymətində tək elədi. Bir cüt qiymət verəndə 2 vurulsun, 2-nin kvadratı 4 üstə gəlsin, 3 vurulsun, 2 elədi 14. Cüt qiymətini almış olduq. Deməli, birinci sualın cavabı eləyəcək D variantı. İkinci suala fikir verin. A və B ədədlərinin ədəd ortası 20, C, D, Y ədədlərinin ədəd ortası isə 45-dir. A, B, C, D, Y ədədlərinin ədəd ortasını tapın. A və B ədədlərinin ədəd ortası 20-dirsə, deməli mən A üstə gələk B-ni ədədlərin sayına bölsəm, ədəd ortasını almış olacağım, bərabərdir 20-yə və bunu da tənasibdən vursam, onda A plus B-nin 40 olduğunu görəcəm. Və C-D-Y ədədləri deyirsə, C üstə gələk D, üstə gələk Y, 3 ədədin ədəd ortasını tapan ədədləri toplayıb sayına, yəni 3-ə bölməliyəm, bərabər eləməliyəm 45-ə, deyir, çünki ədəd ortası 45-ə bərabərdir. Bunu da tənasibdən vursam, C, D və Y ədədlərinin cəmi olacaq 135. Bizə deyir ki, A, B, C, D, Y-nin ədəd ortasında 5 ədəd var, yəni A, B və C, D, Y ədədlər və 5 ədədin ədəd ortasını tapanda onları toplayıb sayına bölməliyəm, yəni 5-ə bölməliyəm. Fikir verirsinizsə, A üstə B cəmi məndə artıq var, bu 40-dır. C, D, Y ədədlərinin cəmi var məndə 135-dir, bölürəm 5-ə. Bu da eləyir 175 bölünsün 5, cavab eləyir 35. Yəni, həmin ədədlərin ədəd ortası 35-ə bərabərdir. Yəni, cavab eləyir D variantı. Keçirəm 3-cü suala. Fikir verin 3-cü suala. 3-cü sualda deyir ki, 5 vurulsun, mötərizə açıb. Burada qarışıq dövrü onluq kəsir var. Qarışıq dövrü onluq kəsiri adi kəsirə çevirəcək və tam hissə 0 olduğu üçün tam hissəni yazmıram və kəsir xətti çəkirəm. Qayda necədir uşaqlar? Dövrün rəqəmin sayı qədər məxrəcə 9, dövrə qədərki rəqəmin sayı qədər 0 yazıram və vergüldən sonra gələn rəqəm bütöv olduqda 14, çöldə qalan deməli dövrə qədərki rəqəmi çıxıram, eləyir 13. Yəni vururam 13-də. Bu da qarışıq kəsirdir. Qarışıq kəsiri düzgün olmaya çevirməliyəm vurmada. Bunu da çevirəndə 13-ü 1-ə vururam və üzərinə 2 ələm eləyir 13-də 15. Üstə gəlinsin 6-da 5-ə. Deməli, 13-lər ixtisar gedir, yerlərində 1 qalır. 15 15-ə 1 dəfə, bu 15-ə 6 dəfə. Yəni, alınır nə? 5 vurulsun, 6-da 1, üstə gəlinsin 6-da 5. 6-da 1 ilə 6-da 5-in cəmi 6, 6-ya, o da 1-ə bərabərdir. Yəni, 5 vurulsun 1, cavab eləyir 5. Yəni, bizim düzgün cavabımız eləyir Y variantı. 4-cü suala fikir verin uşaqlar, görün 4-cü sualda bizdən nə istəyir? 4-cü sualda kvadratları cəmi 244 olan 2 ardıcıl cüt natural ədədin cəmini tapın. 2 ardıcıl cüt natural ədəd deyirsə, ədədin biri 2n deyərəm, birinə isə 2n plus 2 deyərəm. Bunlar 2 ardıcıl cüt ədədindir və bunların kvadratları cəmi 244-dür. Yəni 2n-in kvadratı üstə gəlinsin 2n plus 2-nin kvadratı bərabərdir deyir 244-ə. Bunu da açsam indi n-i tapmalıyam. 4 dənə n-in kvadratı üstə gəlinsin. Bunu da müxtəsərdən açsam 4n-in kvadratı üstə gəlinsin. Birinci və ikincinin hasını 2 misli, yəni 8n üstə gəlinsin 4. Kvadrat tənlik olduğu üçün 0-a bərabər eləməm üçün onda 244-ü atmalıyım. Bir yana çıxacam 244 bərabərdir 0-a. Çünki bərabərliyin bir tərəfindən digər tərəfindən atanda deməli işarəsi əksinə dəyişəcək. Və 4n kvadratı eləyəcək 8 dənə n-in kvadratı. Üstə gəlinsin 8n, çıxılsın müsbət
4 mənfi 244, yəni mənfi 240 bərabərdir 0-a. Fikir verirsə ifadənin hər bir tərəfi burada tənliyin 8-ə bölünür. 8-ə böləndə qalır burada n kvadratı. Bunu 8-ə bölürəm, qalır n, çıxılsın 30 bərabərdir 0-a. Deməli, Viye teoremini yadınıza salırıq uşaqlar, deyir tənliyin köklərinin hasili mənə verməlidir mənfi 30-u və tənliyin köklərinin cəmi isə mənə verməlidir burada. Yəni b-nin yenə duran əksinə, yəni mənfi b-ni mənə, mənfi b-ni, mənfi 1-i mənə verməlidir. Vuranda mənfi 30, toplayanda mənfi 1, yəni n1 bərabərdir mənfi 6-ya, n2 bərabərdir 5-dir. Mənə bunların natural qiymətlərinin üçün mənfini götürməyəcəm. Yəni n olacaq 5, yerinə qoyanda 5 kimi eləyəcək. 10 arıcı cüt olduğu üçün bundan sonra gələn eləyəcək 12. Məndən bunların cəmini soruşur. 10 üstə gəlinsin 12 cavab eləyir 22. Yəni 4-cü sualın cavab eləyir D variantı. Gəlin fikir verək bu 5-ci suala. Perimetri 24 olan düzgün altıbucağlının böyük diaqonalını tapın. Gəlin birinci düzgün bir altıbucaqlı çəkək. Görək hələ düzgün altıbucaqlıda hansı qaydalar var uşaqlar. Biz dedik düzgün altıbucaqlı nədir? Bütün tərəfləri A-ya bərabər olan bu altıbucaq. Yəni bir tərəfi A-dırsa, bütün tərəfləri, hər bir tərəfi A-ya bərabərdir. Onda bütün tərəfi A-dırsa, 6 tərəf varsa bunun perimetri 6A-ya bərabərdir. Deyək bu da 24-dür. Yəni bərabər eləm 24-də. Buradan A-nın 4 olduğunu tapıram. Deməli, bu düzgün altıbucaqlının tərəfi 4-ə bərabərdir. Və biz nə demişdik? Altıbucaqlının böyük diaqonalı tərəfin kimisinə bərabərdir. Yəni bura A-dırsa onda bura 2A olur. Kiçik diaqonalı tərəfin kökdə ölçüsüydür. Yəni 2A-dırsa A-nın da 4-dürsə, 2 4-ü neçə eləyir? 8. Yəni mənim misalımı cavab eləyir D variantı. Fikir verin uşaqlar növbəti suala. Növbəti sual 6-cı sual. 6-cı sualda deyir ki, A da 0-dan kiçik, B də 0-dan kiçik olarsa ifadəni deyir, sadələşdirin. Gəlin bizə sadələşdirək görə hələ nə edirik? Uşaqlar, yadda saxlayın ki, bu 0-dan kiçik, yəni mənfi ədədlə A-nın B-nin mənfi olmağı yalnız burada cüt dərəcəli köklərə aiddir. Çünki tək dərəcəli kökün altında hər bir şey ola bilər. Ona görə də 2 vurulsun. Cüt dərəcəli kvadrat kökü atır, amma modulda A olaraq çıxır. Üstəlik dərəcə tək olduğu üçün olur elə 5B. Dərəcə cüt olduğu üçün 6-cı dərəcədən kökü atır, amma 4 dənə modulda A şəklində çıxır və çıxılsın, 3 vurulsun, dərəcə tək olsa B şəklində çıxmış olur. Bax, fikir verin uşaqlar. Deyir, A 0-dan kiçikdir. A da 0-dan kiçiksə, bunun əksi çıxacaq, yəni olacaq mənfi 2A. Üstə gəlinsin 5B. Yenə A mənfidirsə, bunun əksi çıxacaq və mənfi çıxanda bu mənfiyə dəyəcək, olacaq müsbət 4A. Çıxılsın 3B. 2A müsbət, mənfi 4A müsbət eləyir müsbət 2A. 5B müsbət 3B mənfi plus 2 dənə B bərabərdir. Buradan da 2-ni çıxarsam qalır A plus B şəklində ifadə almış oluruq. Yəni misalımızın cavabı eləyir B variantı. Keçirik növbəti suala. Növbəti sualımız nədir? Növbəti sualımız 7-ci sual. Tənliyin köklərindən biri bu olan irrasional əmsalı kvadrat tənliyi göstərilir. Cavablara ehtiyacımız yoxdur. Yəni baxaq birinci. Tənliyin köklərindən biri x1 bərabərdir 1 plus kökdə 2-dir və digər kökü də. Uşaqlar, əgər rasional əmsalı deyirsə, onda bunun mütləq digər kökü bunun qoşması olmalıdır. Yəni 1 minus kökdə 2 olmalıdır. Və kvadrat tənlikdə C nəyə bərabərdir uşaqlar? Köklərin hasilinə. Yəni x1 vurulsun x2 mənə verməlidir C-ni. Bu da bərabərdir. Bu bir-birinin qoşması olduğu üçün nəyə verəcək? 1 çıxılsın kökdə 2-nin kvadratını. Yəni 1-in kvadratı çıxaq kökdə 2-nin kvadratı, 1-in kvadratı 1 eləyir, kökdə 2-nin kvadratı 2 eləyir, yəni bərabərdir mənfi 1-ə. Yəni C-si bu ifadənin C-si mənfi 1-ə bərabərdir. Və mənə də B lazımdır, bir də biləm ki, x1 üstə yənsin, x2 bərabərdir mənfi B-dir, yəni burada duran əksinə. Onda bu ədədləri topladıqda kökdə 2-lər gedir, qalır 1 üstə yəni 2 bərabərdir mənfi B-yə, buradan da B bərabərdir mənfi 2-yə, B-si mənfi 2 və C-si mənfi 1, cavab eləyir B variantı. Keçək 8-ci suala görə. 8-ci sual nədir? Deyir, modulda x
minus 2 böyük modulu bağlayır, bərabərdir 7-yə. Deyir, tənliyin böyük kökünü tapın. Uşaqlar, biz nə demişdik? Modulun içində duran bir dəfə ədədin özünə, bir dəfə əksinə bərabərdir. Fərqi yoxdur, mən böyük modula baxacam. Yəni, birinci bu modulda 2 çıxılsın 2-ni bərabər eləyəcəm 7-yə. Bir dəfə modulda 2 çıxılsın 2-ni bərabər eləyəcəm mənfi 7-yə. Yəni, mənfi 2-ni bu yana atsam, modulda x bərabərdir 9-a. Moduldan 9 çıxır, bir dəfə x bərabərdir 9-dan və x bərabərdir mənfi 9-dan 9 çıxır. Mənfi 2-ni bu yana atsam, modulda x bərabərdir mənfi 5 olacaq. Modul heç vaxt mənfiyə bərabər ola bilməz. Yəni, bunun həlli yoxdur. Tənliyin 2 kökü var. Biri mənfi 9, biri müsbət 9 deyək. Ödəyən və bizə böyük kökün soruşur, böyük kök olur 9, müsbət 9. Yəni, Y variantı cavab olaraq qeyd edirik, C-dir. Və növbəti sual, 9-cu suala baxın. Uşaqlar, 9-cu sualı 2 yolda eləyə bilərsiniz. Bunun şifahi yolu da var. Bu cür indi bu formada misalların şifahi yolları da var. Amma gəlin birinci öz. Bölünən nə demək? Bir kəsir xətt çəksəm, kəsirin surəti bölünən, aşağı isə böləndir. Onda bölünəni 6 dəfə artırıb, yəni A-nı 6 dəfə artıranda 6A olacaq. Böləni 2 dəfə azaltsaq isə B bölünsün 2 olacaq. Və bunu mərtəbədən qutarsaq 2 qalxacaq yuxarı olacaq 12A bölünsün B-yə. Fikir verin uşaqlar, əvvəl AB idi, indi AB var, amma surətdə bir də əlavə 12 var. Əgər alınan ifadə surətdədirsə bu qədər artmış olur, məxrəcdədirsə bu qədər azalmış olur. Demək, cavab eləyəcək 12 dəfə artar. Bir də bir söz deyim sizə uşaqlar. Bölünən bölənin artı var. Biri artıb, biri azalırsa, yadda saxlayın. Ancaq bu formada olan misallarda sırf biri artıb, biri azalanda artanla başda cavab da artan olmalıdır. Bunların hası qədər 60 olur. Biri artıb, biri azalıb, biri artırsa məsəl üçün azalanla başda cavab da azalanla olmalıdır. Yenə hasilini azalan kimi götürə bilərsiniz. Bu həmişə işə yarayır. Yəni, bax burada artanla başlayır. Bir də azalır, artanla başda cavab da artanla olmalıdır və həmin ədədlər hasil qədər artmış olacaq. Bu da maraqlı bir deməli yollardan biridir. Gəlin baxaq 10-cu misala. 10-cu misalda katetləri 6 və 8 olan düzbucaqlı 3 bucağın deməli düzbucaq təpəsindən onun daxilinə çəkimi çevrəyə qədər olan ən qısa məsafəni tapın. Gəlin bir düzbucaqlı 3 bucaq çəkək. Bu olsun düzbucaqlı 3 bucağımız və daxilində bir çevrə var. Daxilində bir nə var uşaqlar? Daxilində bir dənə çevrə var bunun. Və bunun bura çevrəyə qədər ən qısa məsafəni, bax, ən qısa məsafəni məndən soruşur, bu məsafəni. Birinci çevrənin mərkəzini qoyun belə və deyim katetlər 6-8-dir. Bura 6-dır və bura isə 8-dir. Biraz sərgəsiz uşaqlar şəkil. Sadəcə başa düşün. Bura 6, bura 8. Onda Pifaqor ədədləri olsun, burada 10 deyə bilərəm. Mən onda bu çevrənin radiusunu tapa bilərəm. Yəni, çünki düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu R bərabərdir. Katetlərinin cəmindən çıxıram hipotenuzu bölürəm 2-yə. Bu da 8-ün 6-ya ələm 14, çıxıram 10 bölürəm 2-yə, cavab eləyir 2. Yəni, radiusum olur 2. Yəni, buradan bura 2-dir məsafə. Onda uşaqlar buradan bura da radiusdur və buradan bura da radiusdur. Özdə toxunana qədər məsafə perpendikulyar olduğu üçün bura 2-dirsə, bura 2-dir. Onda bura da 2-dir, bura da 2-dir. Burada bir kvadrat alındı. Bax, bu hissə x-ə bərabərdir. Buradan bura deməli radiusu 2-dir. Deməli, məndən soruşur, mən tapa bilərəm x-i necə? Mən bilirəm ki, bu kvadrat alınsa, bu kvadratın deməli diaqonalıdır. Kvadratın diaqonalı nədir? Yəni, kvadratın diaqonalı x plus 2-dir. Mən də bilirəm, kvadratın diaqonalı tərəfin kökdə 2 mislinə bərabərdir. Yəni, bərabər tərəfi 2-dirsə, yəni 2 kökdə 2-yə bərabərdir. Və 2-ni atsam bu yana, x bərabərdir, 2 kökdə 2 çıxılsın, 2 şəklində ifadə almış olacam. Yəni, misalımın cavabı eləyəcək D variantı. Sonra növbəti misala fikir verin uşaqlar. Növbəti misalda görün nə var? Deyir ki, bu ədədin tam hissəsi 3 olarsa, yadda saxlayın ki, tam hissəsi 3 olan ədəd nə deməkdir? Yəni, bu tapdığım ədəd 3-dən böyük və 3-ə bərabər ola bilər. Yəni, bu ifadənin özü. Yəni, kökdə 23 çıxılsın 13 üstə gəlsin A ifadəsi 3-dən böyük bərabər. Tam hissəsi 3 olan ədəd hər zaman da 4-dən kiçik olmuş olacaq. Gəlin, indi bunun qiymətini tapaq. 3 2 bərabərdir. Kökdə 23-dən çıxan kök təqribən deyək 4 tam nə qədər? Yəni, deyək 4 tam onda 7 çıxılsın 13 üstə gəlinsin A, 2 4 şəklində bir 2 qat bərabərsizlik düzəltdim. Və 3
ikisi də bərabər. 4.7 müsbət, deyək ki 13 mənfi. Eləyir mənfi 8.3 üstə gəlinsin A kiçikdir 4. Bu təqribi qiymət götürdüm uşaqlar. Təqribi qiymət 4.7-ni və fikir verin uşaqlar. Burada mən istəyirəm A-nın ala biləcək qiymət onda -8.3 yox eləməliyəm. -8.3-ün üstünə nə gəlsəm yox olar. Əlbəttə ki, bunun əksini, yəni hər tərəfin üzərinə bunun müsbətini gələcəm. 3-ün üzərinə bunun müsbətini gələndə eləyəcək 11.3 kiçikdir. Bunun üst müsbətini gəlsəm bu 0 eləyəcək qalacaq A. Bunun da müsbətini gəlsəm eləyəcək 12.3 və bu arada bir dənə tam ədəd var, o da nəyə bərabərdir? 12-yə bərabərdir. Deməli, bizim 11-ci sualımızın cavabı nədir? 12-dir. Yəni, C variantı yazmış oluruq və fikir verin. Keçək bu misala. Çox asan misaldır. Bax, fikir verin ki, paralel düz xəttim var və belə bir xətt çəkib, bunu bura çəkib, bunu da bura birləşdirib, perpendikulyar şəkildə gətirib. Bura 55 dərəcədir. Bura 25 dərəcədir. Bura isə x-dir. Baxın uşaqlar, bir dənə sadəcə bunun uzantısını çəksəm, burada iki paralel onu kəsən düz xətt yaranacaqmı? Bura 55 dərəcədirsə, onda burada 55 dərəcədir. Bura 25-dirsə, bunun qonşusu 155 dərəcə olmuş olacaq. Burada bir dördbucaq yarandı. Dördbucaqların burada perpendikulyarsa, burada 90 dərəcədir. Dördbucaqlının daxili bucaqların cəmi 360 dərəcəyə bərabərdir. 55 155 eləyir 210, bu da 90 300 dərəcə. Yəni 300 ilə x bərabər olmalıdır 360 dərəcəyə. Buradan da x bərabərdir 60 dərəcə almış oluram. Deməli, bura nəyə bərabərdir? 60 dərəcəyə bərabərdir. Növbəti sualımıza baxaq uşaqlar. Növbəti sual keçək 13-cü suala. Görək 13-cü sualımız nədir? Belə bir şəkil çəkibdir. Şəkil var. Deyir ki, gəlin bunun şəklini görə çəkə bilirikmi? Aha, belə bir üçbucaq. Deməli, bu xətti çəkək ki, hamısı bu xəttin üzərindədir və bir dənə də belə bir balaca çevrə çəkək. Aha, deyəsən oxşadı. Aha, belə. Buradan bir vətər və buradan bir vətər. Əla, əla. Bura D nöqtəsidir. Bura A nöqtəsidir. Bura bir C nöqtəsidir. Bura isə bir B nöqtəsidir. Fikir verin uşaqlar. Deyir BAD 30 dərəcə, BD 5-ə bərabərdir. Deyir ki, AB-ni tapın. Yəni, bu məsafəni məndən soruşur. BAD 30 dərəcədir uşaqlar. Necə 30 dərəcədir? Fikir verin. Bu nədir? Toxunanla vətər arasındakı bucaq qövsün yarısıdır. Yəni, bu qövs 60 dərəcədir. Və toxunanlar arasındakı bucaqla deməli qövsün dərəcə ölçüsü cəmi 180 dərəcə olmalıdır. Burada olur 120 dərəcə. Ümumiyyətlə uşaqlar, bu da bir toxunansa, bura 30 dərəcədirsə, bu bucaqda 30 dərəcə olur. Bura 120-dirsə, bunun qonşusu 60 dərəcə olur. Bu toxunandısa, burada bir bərabər yanlı. Yenə üç bucaq yaranır. Bura 60-sa, onda bu bucaqlara da 60 dərəcə qalır. Bura da 60 dərəcə qalır. Bura 30-dir, bura 60-dir, onda bura olur 90 dərəcə. Bax, bu bucaq 90 dərəcə olur. Deməli, bu düz bucaqlı üç bucağıymış və bu da düz bucaqlı üç bucağın bir katetidir. Burada 30 dərəcə olduğu üçün 30 dərəcənin qarşısında duran bu katet bu hipotenuzun yarısına bərabərdir. Deməli, buranın məsafə olacaq 10. Yəni, bizim misalımızın cavabı eləyəcək C variantı. Növbəti misala fikir verin uşaqlar, görün növbəti misalda nə var? Şəklini çəkib buradan göstərək. Deməli uşaqlar, bu iki paralel düz xətt, bu da bunu kəsən düz xətt. Bax, belə bir ardım davam elətdirsək, görərsiniz bunu. Onda bu bucaqlarla bu bucaq daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Yəni, onda y üstə gəlinsin 2x, üstə gəlinsin x, üstə gəlinsin 2y. Bu iki bucaqla bu iki bucağın cəmi eləməlidir 180 dərəcə. Onda y, 2x eləyir 3x, üstə gəlsin y, 2y, üstə eləyir 3y bərabərdir 180 dərəcəyə. Hər tərəfini 3-ə bölsəm, x plus y-in cəmini 60 dərəcə almış olaraq. Bax, fikir verin uşaqlar, bu iki bucağın cəmi 60 dərəcədirsə, onda üç bucaqların daxili bucaqların cəmi 180-dirsə, burada qalır 120 dərəcə. Neçə qalır? 120 dərəcə. Yəni, bizim misalımızın cavabı eləyir C variantı. Bu da 14-cü sualdır. Sonra gələk 15-ci suala. Burada görə hələ yaxşı düşübmü? Aha, diqqətdən baxaq. Deyir ki, A bərabərdir 2-də 1-ə, 2 üstündə
7A vurulsun 2 üstündə mənfi 4A. Fikir verin uşaqlar. A-nı 2-də 1 verib və bunun qiymətini soruşur. Əsasları eyni olanda qüvvətlər nə edir uşaqlar? Toplayırdıq. Yəni bu 2 üstündə 7A-nın üstünə mənfi 4A gələndə mənfi 3A-dır bu, bağışlayın. Bu 3A-dır. 3A gələndə edir 4A. Yəni bu 2 üstündə 4A deməkdir. İndi gəlin belə eləyək uşaqlar. Müxtəlif variantlarda eləyə bilərik. Yazaram 2 üstündə A 2-də 1-dirsə, yəni 4-ü vuraram 2-də 1-ə. Bununla bu ixtisar gedər, qalar burada 2. Yəni 2 üstü 2 cavab eləyər 4. Yəni bizim 15-ci sualımızın cavabı isə D variantı olmuş olar. Bax, bu formada həll edib tapa bilərik. Keçək 16-cı suala görək. 16-cı sualımız nədir uşaqlar? 16-da deyir ki, sadələşdirin. Gəlin bunu Vietlə sadələşdirək. Mən sadə şəkildə yazacağım və yəqin ki, Vietdən anlayışı olanlar daha yaxşı başa düşəcəklər. Deməli, Viet nə deyir bizə? Vietə görə sadə ayraq vurğulara vuranda 6, toplayanda 5 olan ədədlər 2 ilə 3-dür. Müsbət 2, müsbət 3-dürsə, onda yazacağım x minus 2. Vurulsun x minus 3. Çünki müsbət köşklərdə çıxma olur. Çünki bunu sıfıra çevirən qiymətlər müsbət olmalıdır. Aşağıda vuranda 8, toplayanda 6 eləyəndə də 2 ilə 4-dür. Onda yazacağım x minus 2, x minus 4. Vuranda 12, toplayanda deməli 7 olan ədədlər 4 ilə 3-dür. Onda x minus 3, x minus 4 hər biri müsbət olduğu üçün minus qoyuram. Bir mənfi kökündə isə müsbət işarəsi plus qoyardım. Və bu da müxtəsər vurma düsturudur elə. Yəni x minus 3-ün mötərizə kvadratıdır. Fikir verin uşaqlar. X minus 2-lər gedir. X minus 4-lər gedir. Burada 2 dənə x minus 3 var. Burada da 2 dənə x minus 3 var. Yəni bunlar da gedir. Cavab qalır 1. Yəni mənim 16-cı sualımın cavabı Y variantıdır. Keçək 17-ci suala. Deyək, bərabərsizliyi həll edin. Fikir verin uşaqlar. Bu mənfi olmayan bir şey, bu mənfi olmayan bir şey, bu heç vaxt sıfırdan kiçik ola bilməz. Onda mütləq ki, bunlar ikisi də sıfıra bərabər olmalıdır. Onda deyirəm ki, x minus 1 bərabərdir sıfıra. Buradan x bərabərdir 1 almış oluram. Yəni ya bu sıfırdır, ya bu sıfır olub. Çünki buna heç vaxt sıfırdan başqa, yəni həmişə müsbət ifadələrdirsə, mənfi olmayan ifadədirsə, bu heç vaxt deməli sıfırdan kiçik ola bilməz. Yalnız sıfıra bərabər ola bilər. Yəni tənli kimi əldə eləyəcəm. Bir də kökün altındakı 2x minus 3-ü bərabər eləyəcəm sıfıra. Onda 2x bərabərdir 3-ə, x bərabərdir 1 onda 5-ə. Demək uşaqlar, bərabərsizlik necədir? Bu, mən artıq bərabərsizlik demək olar tənlik həll elədim, çünki bərabərsizlik anlamı burada yox idi və mənim aldığım köklər mənim tənliyimi ödəməlidir, çünki burada kök altı ifadə varsa bunun həqiqi köklərini yoxlamalıyam və 1/5 buradan çıxdığı üçün bu kökü ödəyəcək, amma bir qiymətini buna qoyduqda isə fikir verin 1, 2, 2, 2-dən 3 çıxanda cavab mənfi 1 eləyəcək, kökün altında mənfi olmadığı üçün x1 bunun həqiqi kökü olmayacaq. Yəni misalın bir həll olacaq 1/5, yəni Y variantı götürmüş olacam cavabı. 18-ci suala fikir verin uşaqlar. Görün 18-ci sual nədir? Deyir ki, sistem verib və x, y üstə gəlinsin x minus y bərabərdir 24-də və y minus x bərabərdir 3-ə. Fikir verin uşaqlar, bu y minus x, bu da x minus y. Bunlar bir-birinin əksi olan ədədlərdir. Deməli, y minus x 3-dürsə, x minus y mənfi 3-ə bərabərdir. Onu da bunu gətirirəm bura. Yazıram burada x, y üstə gəlinsin. Yenə deyirəm, bundan bu əksi olan ədədlərdir. Bu 3 onu mənfi 3-ə bərabərdir. Yəni üstə gəlilən mənfi 3 bərabərdir 24-də və mənfi 3-ü bu yana atsam, x, y hasilım olacaq müsbət 27. Çünki bərabərliyin bir tərəfini digər tərəfinə atdıqda işarə nə edəcək? Əksinə dəyişmiş olacaq. Yəni mənim misalımı cavab eləyəcək Y variantı. Gəlirəm hansı sualıma? 19-cu sualıma. Deyir, bərabərsizliyin tam həllərinin cəmini tapın. Tam həllərin cəmini deyəndə uşaqlar, bərabərsizlik sıfırdan kiçikdir. Yəni bunun birinci x1, x2-sini tapaq, x1 bərabərdir və x2 bərabərdir. Deməli uşaqlar, vuranda mənfi 20, toplayanda burada duran əksi mənfi 1-i verməlidir. Yəni bu mənfi 5 ilə 4 ədədləridir. Deyək, bərabərsizliyin tam həllərinin cəmini tapın. İndi mən intervallar üçün müraciət eləyəcəm. Burada özünü almır. Mənfi 5
və özünü almır 4. Ayıracam intervallara. Bir maraqlı üsul demişdik. A-nın əmsalı müsbətdir. Əgər A-nın əmsalı müsbətsə, ən sağdan başlayaraq müsbət, mənfi, müsbət düzə bilərəm. Bunu həmişə eləyə bilmərəm uşaqlar. Çünki niyə? Burada bəzən mürəkkəb funksiya və mürəkkəb funksiyaya nəsə mötəzə kvadratı ola bilər və yaxud da modul ola bilər. Onda tək qiymət verə bilərəm. Amma yox, məni narahat edəcək bir mürəkkəb funksiya yoxdursa, onda A-nın əmsalı müsbətsə, ən sağdan başlayaraq müsbət, mənfi, müsbət düzə bilərik. Məndən mənfi olan arağı soruşur, yəni mənfi 5 ilə 4 aralığını soruşur. Bu arada da olan ədədləri bilirsiniz. Uşaqlar nələr var? Mənfi 4 var, mənfi 3 var, mənfi 2 var, mənfi 1 var, 0 var, 1, 2, 3 və 3 var. Bura kimi 4 yoxdur artıq. Deməli, 1 ilə mənfi 1, 2 ilə mənfi 2, 3 ilə mənfi 3, yerdə bir nə qalır? Mənfi 4. Yəni, misalımın cavabı eləyir mənfi 4. 19-un cavabı mənfi 4-ə bərabərdir uşaqlar. Növbəti sualımıza fikir verin. Növbəti sualımız nədir? Faizdir. 20% 30 olan ədəd birinci faiz gəlir. Faizinə görə ədəd tapmaq üçün ədədi 100-ə vurub faiz göstərənə bölmək lazımdır. Yəni 30-u vuracam 100-ə, böləcəm faiz göstərənə, yəni 20%-ə. 20-20-yə bir dəfə, bu 20-yə 5 dəfə olacaq 150. Deməli, ədədim 150-dir və 150-nin də 30%-ni soruşur. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərənə vurub 100-ə bölmək lazımdır və bunun sıfırları ixtisar gedir. Qalır 3 vuraq 15, yəni cavab eləyir 45. Yəni 20-ci sual çox asan sual idi. Yəni C variantı tapmış oluruq. Gəlirik modul bərabərsizlərə. Bəs modul bərabərsizlərin tam həllərinin sayını soruşur məndən. Modulda uşaqlar necə həll edirik? Bir dəfə modulun içindəki ədədin özündən kiçik bərabər götürürük. Yəni 2x minus 7 kiçik bərabərdir 11-ə. Və necə modul təhlil edəcəm burada, amma fərqlidir. Bir dəfə modulun içindəki bundan olduğu kimi götürülür. Bir dəfə də modulun içindəki, yəni 2x minus 7 həm işarə, həm istiqamət dəyişir. Böyükdür, bərabərdir, mənfi 11-dən. Bax, bunu həll edəcəm uşaqlar. 7-ni atacam bu yana, olacaq 2x ikisidir, bərabərdir 18-dən və hər tərəfini 2-yə bölsəm, x ikisidir, bərabərdir 9 şəklində bir ifadə alacam. Burada da mənfi 7-ni atsam bu yana, 2x böyükdür, bərabərdir, müsbət 7 və müsbət 7 ilə 11-in cəmi mənfi 4 eləyəcək və bunu da hər tərəfini 2-yə bölsəm, x böyükdür, bərabərdir, mənfi 2 almış olacam. Deyir uşaqlar, tam həllərini, sayını tapın. Yəni, aralıq olaraq da deyə bilərik və 9 üzərində göstərə bilərik. Yəni, mənfi 2-dən 9 aralığıdır. Çünki mənfi 2-dən böyük və 9-dan kiçiksə bunların bir kəsişməsi var. 9-dan belə göstərsək, burada bu deməli içi dolu dairələrdən göstərək. Burada mənfi 2, burada 9, mənfi 2-dən böyük və 9-dan kiçiklər 2 qat olan ebru olduğu üçün götürdüm. Və mənfi 2 ilə 9 arasında. Uşaqlar, sayı tapmağın da belə bir gözəl yolu var idi. Hər ikisi deməli özünə alanda da deyə bilərdim. Belə deyək də, mənfi 2-dən 0-a kimi 2 ədəd, 0-dan 9-a kimi 9 ədəd elədi, 11, 0-ın özü də 12. Yəni, burada neçə ədəd var? 12 ədəd olduğu ortaya çıxdı. Yəni, C variantı cavab olaraq qeyd edirik, C-dir. Baxın, uşaqlar, indi 22-yə görün nədir? 22-də 1 çıxılsın 4-də 1, 1 çıxılsın 9-a. Fikir versə, bu 4-də 1, 9, 4, 9, 16 bu nəyəsə kvadratlardır. Bizə nəyəsə xatırladır. Onda bu 2-nin, bu 3-ün, bu 4-ün, bundan sonra 5-in, 6-nın, 7-nin və bu kvadratları gələcək sırayla. Onda bu 4-ün, bu 2-nin kvadratı. Yəni 1 çıxılsın 4-də 1, 4-də 4 kimi təsəvvür etsəm yerdə 4-də 3 qalacaq. Bunu 9-da 9 kimi təsəvvür etsəm, çıxanda 9-da 1, 9-da 8 qalacaq. Vuraq. Bunu 16 kimi 16 kimi təsəvvür etsəm, qalacaq 16-da 1. Bax, fikir verin, açıb göstərirəm sizə burada hamısını. Bundan sonra, bax, 4-ün kvadratı, buna 5-in kvadratı gələcək. Yəni, 5-in kvadratı en təzə 1 çıxılsın 25-də 1. Yəni, qeydə qalacaq 25-də 24 vurulsun. Sırayla iqtisadi edə bilərsiniz və bundan sonra 6 eləcək 36-da 35 deyə bilərik və bundan sonra 7 gəlsə 49-da 40 deməli 8 deyə bilərik. Eyni qaydada sürətin məxrəcindən bir vahid az olan və 49-dan sonra kvadrat olan 8-dir, eləyər 64-də 63 deyə bilərik və sonra 9 gəlir 81-də 80 deyə bilərik
və sonra da gəlir %10'un kvadratı gəlir. 10'un kvadratı da eləyir %99. İxtisara baxaq uşaqlar. 3 ilə bu 9 gedir, burada qalır 3. 4 ilə 8 gedir, burada qalır 2. Burada 16 da deməli 15'dir, bəli. Deməli 3 isə bir dəfə, bunu 3-ə bölürəm 5 dəfə, 2 2-yə bir dəfə, bu 2-yə 8 dəfə qalır. 8 8-ə bir dəfə, bu 8-ə 3 dəfə, 5 5-ə bir dəfə, bu 5-ə 5 dəfə, 5 5-ə bir dəfə, bu 5-ə 7 dəfə, 3 isə bir dəfə, bu 3-ə 12 dəfə, 12 12-yə bir dəfə, bu 12-yə 4 dəfə, 7 7-yə bir dəfə, bu 7-yə 7 dəfə, 4 4-ə bir dəfə, bu 4-ə 16 dəfə, 7 7-yə bir dəfə, bu 7-yə 9 dəfə, 9 9-a bir dəfə, bu 9-a 9 dəfə, 16 16-ya bir dəfə, bu 16-ya 5 dəfə və 9 9-a bir dəfə, bu da 9-a 11 dəfə. Və salam, ta 5 ilə bunu ixtisa eləmirəm, çünki elə məxrəcdə 100 var. 105-i vuranda 11 eləyir 55, cavab eləyir 0,55. Yəni bizim 22-ci sualımızın cavabı eləyəcək C variantı. Keçək uşaqlar 23-cü suala. Görək 23-cü sualımız hardadır? Aha, buradadır. Gəlin baxaq 23-cü sualda görək bizdən nə istəyir. 23-də belə bir misal verib, deyir x plus y cəmini tapın. Bax, gəlin bundan birinci istifadə eləyək. A-nın B-yə nisbəti həm 3/5-ə bərabərdir. Buradan tənasübdən vursam A bərabərdir 3/5 B şəklində bir ifadə alacağım. Burada da C-nin D-yə nisbəti həmçinin bərabərdir 3/5-ə. Bunda tənasübdən vursam C bərabərdir 3/5 D almış olacağım. Bax, bunlar əlimdə var. İndi gəlirəm həmən qiymətləri burada yerinə qoysam, görün nə alınır uşaqlar. 3 vurulsun, A-nın yerinə qoyaram 3/5 B. Üstə gəlinsin 2y çıxılsın 7 vurulsun. C-nin yerinə də yazaram 3/5'dir. Bölünsün x minus 3 vurulsun B. Üstə gəlinsin 11D bərabərdir 3/5 almış oluram. Bax, fikir verin uşaqlar. Bunun 3/5'i buradan çölə çıxarsam və 3/5'lərlə mən 3/5'i ixtisar eləyə bilərəm. Onda görün yerdən nə qalacaq? 3 dənə B, üstə gəlinsin 2y çıxılsın 1 vurulsun D, bölünsün x minus 3 vuraq B, üstə gəlinsin 11 dənə D bərabərdir. Bunu da 1 qalıbdır, 1-ə bərabər edirik. Və tənasüb şəklində vursaq, onda nə olacaq? 3 dənə B, üstə gəlinsin 2y çıxılsın 7 vurulsun D bərabərdir. Bunun buna hasilinə bərabərdir. Bəs deyərik buradan x minus 3 vurulsun B, üstə gəlinsin 11 dənə D-yə. Bax uşaqlar, 11 dənə D-yə. Bunlar bərabərdir. Onda bu ifadə bərabərdirsə B-nin qarşısına duran B-nin qarşısına durana bərabərdir. Deyərik ki, x minus 3 bərabərdir 3-ə. Buradan x bərabərdir 6 tapmış olarıq. Burada da D-nin qarşısına duran, bax bu 11-ə 2y minus 7 11-ə bərabərdir. Deyərik ki, 2y minus 7 bərabərdir 11-ə. 7-ni bir yana atsam, 2y bərabərdir 18-ə və y bərabərdir 9 almış oluruq. Bizdən nəyə soruşur? X plus y soruşur. Yəni 9 üstə gəlsin 6, cavab eləyir 15. Yəni bizim 23-cü sualımızın cavabı 15-ə bərabərdir uşaqlar. Növbəti suala baxaq. Növbəti sual nədir? Bizdən bir hərfli verir və bir hərflinin qüvvətini soruşur. Elə burada yazacağım bunu. Uşaqlar, bir hərfli deyirsə, qüvvətinin təyin edin deyirsə, mənə buradan 12 lazım deyil, mənə buradan 9 lazım deyil və A-lara fikir verirəm. Görək, A-larda nə var? Bunu 3-cü dərəcəni açanda eləyir, elə A üstü 2, vuraq B üstü 3-dür. 5 uşaqlar A-ya deyəndə eləyir A üstü 5, 5 3-ə deyəndə eləyir B üstündə 15. Çünki qüvvətin qüvvəti vurulur. Bax, fikir verin, 15, 5-in üstünə bütün bir hərfli daxil qüvvətlər cəmi idi. 15, 5, 2, 3, 2, yəni qüvvəti eləyir 25. Məndən də elə qüvvətin təyin edin soruşur, cavab eləyir 25. Gəlirəm bura. Bu ifadə x-ə bərabərdir, bu ifadə y-ə, bu ifadə də z-ə bərabərdir. X, y-də deyir, 5-də 1-dir. Fikir verin, z-i məndən soruşur. Uşaqlar, bundan üçünə bir-birinə vursam, görün nə alınacaq. Bunu üçünə bir-birinə vursam, olacaq m bölünsün n, vurulsun
K bölünsün M, vurulsun M bölünsün K. Bu da bərabər olacaq. Bunlar bir-birinə alınan ifadələr də, yəni x vurulsun y vurulsun z olacaq. Çünki hər birini bir-birinə vuransa, bunun aldığı ifadələri də bir-birinə vurmalıyam. Onda m'lər gedir, n'lər gedir və k'lar gedir. Onda x, y, z hasilini tapıram 1 və x, y hasili məndə 5-dirsə, bunun yerinə 5 qoyuram, 5-də 1 qoyuram. Yəni 5-də 1 vurulsun z bərabərdir 1-ə. Hər tərəfini 5-ə vursam, məxrəcdən qurtarmaq üçün, yəni 5-lər gedər, z-in qiymətini 5 almış olaram. Yəni buranın cavabı eləyir 5. Bu da oldu bizim 25-ci sualımız. Keçək 26-cı suala. Paralelogramın bir tərəfinə bitişik bucaqların tənbölənləri onun qarşı tərəfi üzərində kəsişir. Baxın uşaqlar, bu paralelogramdır. Biz nə dedik? Paralelogramın, bax fikir verin, paralelogramın paralelogramın bir tərəfinə bitişik bucaqların tənbölənləri tərəf üzərində demişdi və daxildə də bir yerdə kəsişə bilər. Amma burada tərəf üzərində belə deyək və yaxud da belə deyək, bu gəldi burada kəsişdi tərəf üzərində. Bu tənbölənlər isə bura alfadırsa, burada alfadır, bura betadırsa, burada betadır uşaqlar. Və kiçik tərəfi 5-dir. Biz nə bilirik? Biz bilirik ki, paralelogramın qarşı tərəfləri bərabər və paraleldir. Paralel əlamətinə görə onda bu iki paralel düz xətt, bu da onu kəsən düz xəttdir. Onda alfa ilə bax bura daxili çarpaz bucaqlardır. Bura da olur alfa. Bura betadırsa, onda bununla bu daxili çarpazdır. Bura da olur beta. Onda fikir verin, bu üç bucaq belə çıxır ki, bərabər yanlıdır. Çünki ortacaq bitişik bucaqlar bərabərdir. Onda bura 5 isə, burada 5-dir. Paralelogramın qarşı tərəfləri bərabər olduğu üçün burada 5-ə bərabərdir və ortacaq bitişik bucaqlar bərabər olduğu üçün bu üç bucağın, onda burada 5-ə bərabərdir. Buradan bura olur 10, burada 10-a bərabərdir. 10, 20 və hamısını cəmi yerdə neçə eləyir? Perimetri 30-a bərabər olmuş olur. Yəni 26-cı sualın cavabı eləyir 30. 27-ci suala baxın. Uşaqlar, deyir, uyğunluğu müəyyən edin. Deyir, düzbucaqlı üstbucaqlar var 3 cür. Bu olsun birinci düzbucaqlı üstbucağım. Bu olsun ikinci düzbucaqlı üstbucağım. Bu da olsun üçüncü düzbucaqlı üstbucağım. Aha, belə. Katetləri 5, 12, bura 5-dir, bura 12-dir. Pifagor teoreminə görə onda bura 13-ə bərabərdir. Katetləri 8, 15 olan bura 8-dir və bura 15-dir. Onda Pifagor teoreminə görə bura 17-yə bərabər. Çünki 225, 64, 289 bura 17 qalır. Bura 9-dur və bura 12-dir. Pifagora görə, bu da Pifagor ədədlərinə görə bura qalır 15. Vəssalam. İndi hansı bu? Bu birinci olsun, bu ikinci olsun və bu da üçüncü olsun. Görək hələ hansına aid olduğunu görəcəyindir. Birinci perimetri 30-a bərabərdir uşaqlar. Gördüyünüz kimi birincinin perimetri 30-a bərabərdir. Deməli 1A-dır. Perimetri 40-a bərabərdir. Görək hansı 40-a bərabərdir? Hansı 40-a bərabərdir? Baxaq. Deməli bu ifadə 32, 40, bəli 2 B-dir. 2B-dir. C-yə baxıram. Perimetri 36, bax perimetri 36 olan gördüyünüz kimi budur. 3 də C-yə bərabərdir. Daxilə çəkimi çevrənin radiusu 2-dir. Yəni hansının katetlərinin toplayıb hipotenuzu çıxanda 2 eləyər. Baxaq uşaqlar, bu A variantında doğrudur. Çünki 15 ilə 12-nin cəmi 17, 17-dən 10 çıxanda 4, 4-ün də yarısı 2. Deməli 1A həm də D-dir. Axırıncı bax, xarici çəkimi çevrənin radiusu 7,5. Uşaqlar, biz bilirik ki, düzbucaqlı üstbucağın, deməli, çevrə daxili çəkimi düzbucaqlı üstbucağın hipotenuzu yarısı bizə nəyi verir? Radiusu vermiş olur. Hansının hipotenuzun yarısı 7,5 verir? O da, bax, bu C-nin. Yəni, üçüncünə də yazacağım Y. Yəni 1AD, 2B, 3də CY şəklində bir ifadə almış oluruq. Sonra keçək. Axırıncı bu açıq suallarımıza görə hələ bu bizdən nə istəyir? 3 qardaş atalarının tapşırıqları işi birlikdə görürlər. Böyük qardaş digər 2 qardaşın gördüyü işin 33'dan 3də 1 faizini, ortancıl qardaş 2 qardaşın gördüyü işin 4də 1 hissəsini, kiçik qardaş isə qalan işi görür. Gəl belə deyək də uşaqlar. Birinci hal 1, 2 və 3. Böyük qardaş deyək, kiçik qardaş deyək, ortancıl qardaş deyək və kiçik qardaş deyək. Bir x işi görürlər, bilmirəm. Nəsə bir x işi görürlər və bilirəm ki, x işi, üçü bir yerdə bir x işi görürlər. Atalarının tapşırdığı x-i görürlər. Deyib, böyük qardaşın
böyük qardaşın gördüyü, böyük qardaş digər iki qardaşın gördüyü işin 33,1%-ni görür. Yəni böyük qardaş bərabərdir. Ortancıl qardaşla kiçik qardaşın gördüyü işin 33,1. 33,1-də uşaqlar 3-də 100 deməkdir. Ədədi faizin tam ədəd faiz göstərinə deməli ədədi faiz göstərinə vurub 100-ə bölmürdüm. Yəni bunu da 100-ə böləcəm. 100-ə bölməkdə. Yəni bax belə deyək də, sizə izah edeyim. Yəni 3-ü elə bir bölürəm 100-ə. Yəni 100-də 1-ə vuraram da. Yəni vuracam nəyə? 100-də 1-ə. Yəni tərsinə vurmalıyam. Onda 100-lər gedir. Onda nə qalır uşaqlar? B bərabərdir. Deməli o üstə gəlinsin. Yəni ortancıl qardaş, o kiçik qardaş bərabərdir. Nə alırıq? 3-də 1 almış oluruq. Vəssalam. Bax belə. Böyük qardaşla belə əlaqə yaratdıq və hər tərəfini 3-ə vursam, onda bunu sadələşdirmişsə 3 dənə, yəni 3B bərabərdir böyük qardaş deyək də, bərabərdir ortancıl üstə gəlinsin kiçik. Və belə bir əlaqə tapdım. İndi keçirəm digərinə. Deyir ki, ortancıl qardaş digər iki qardaşın gördüyü işin 4-də 1-ni. Yəni ortancıl qardaş bərabərdir digər iki qardaş, yəni kiçik qardaşla böyük qardaşın işinin 4-dən 1-ni görür. Bunu da 4-ə vursam hər tərəfini 4 dənə, yəni ortancıl qardaş bərabərdir kiçik qardaş üstə gəlsin böyük qardaş almış oluruq. İndi fikir verin uşaqlar. Bunlar üçü bir yerdə, yəni böyük qardaş üstə gələk ortancıl qardaş, üstə gələk kiçik qardaş. Bunlar üçü bir yerdə bir x iş görürlər. Bilmirik, yəni bir x işi icra edirlər. Yəni ataların gördüyü işi icra edirlər. İndi deməli yerinə qoysaq qiymətini, mən bilirəm ki 3B böyük qardaşla, ortancıl qardaşla kiçik qardaşın cəminə bərabərdir və yerinə B qoysam, üstə gəlinsin, yəni bu 3B-yə bərabərdir, bərabər edirəm 3B-yə bərabərdir x-a, yəni 4B bərabərdir x-a, buradan da B bərabərdir 4-də 1 x-a. Demək, böyük qardaş bütün işin deməli 4-də 1 hissəsini görmüş olur. İndi ortancıl qardaşla da bağlı belə bir düsturum var. Gəlirəm indi onu da yerinə qoyacağam. Görə hələ orada uşaqlar nə alınacaq? Fikir verin. Biraz qarışıq sualdır, diqqətlə baxın. Dedik ki, ortancıl qardaş 4 bu o ortancıldır. Yəni ona özüm izah elədim ki, belə yadda 40 deyil də, yəni ortancıldır. K üstə gəlinsin B idi və yenə bax ümumi halda üçünün də gördüyü iş bir x olmalıdır. Çünki ataların tapşırdığı x-dir və kiçik qardaşla böyük qardaşın gördüyü iş 4A-ya bərabərdir. Yerinə 4 dənə deməli ortancıl qardaş qoyuram. Yəni bu ikisinin yerinə bax, yenə deyirəm, yazıram bura B, üstə gəlinsin O, üstə gəlinsin K bərabərdir x-sa, K üstə gələk, deməli, B-nin yerinə 4 O qoyuram, üstə gəlinsin O, bərabərdir x-sa. Yəni, 4 dənə, bu da 5 dənə O, bərabərdir x-sa. Onu da bir dırnaqla göstərəm ki, yenə çaşmayan uşaqlar. Yəni, buradan da ortancıl qardaşın gördüyü iş bərabərdir 5-də 1 x-a. Deməli, ortancıl qardaş da bütün işin 5-də 1 x-ini görmüş olur. Böyük qardaş isə bütün işin 4-də 1 x-ini görmüş oldu. İndi yerdə qalır balaca qardaş. Deməli, biri 4-də 1-ni görür, biri isə deməli 5-də 1-ni görübdür. Və bunlar ikisi bir yerdə 20-də 9-un işini görübdülər. Onda balaca qardaşda qalır işin 20-də 11-i. Vəssalam. Deməli, balaca qardaşından neçə? 20-də 11-i qalmış oluruq. 20-də 11 x-i görmüş olubdur. İndi bizdən nəyi soruşur uşaqlar? Gəlin, baxaq, görək nəyi soruşur. Böyük qardaş işin hansı hissəsini gördü? Böyük qardaş, deməli, işin 4-də 1-ni görüb. Bax, 4-də 1-ni yazıram. Sonra ortancıl qardaş neçə faizini görüb? Ortancıl qardaş 5-də 1 x-dir. 5-də 1-in görübdür. Bunu da faiz seviyəndə 100-ə vursaq, qalar 20 faizini görmüş olub. Deməli, ortancıl qardaş çünki 5-də 1 x-ini görmüşdü. Növbəti suala baxaq. Bəs deyir, kiçik qardaş neçə faizini görək. Kiçik qardaşda 20-də 11 almışdım. Əgər 20-də 11 almışam, bunda faizi seviyəndə 100-ə vursam,
burada qalar 5. Yəni işin 55%-ni görmüş olubdur. Bax, budur. Bu da bunun üstəsə suallarıdır. Bax, fikir verin. Birinci qardaş 1/4-ni, ikinci qardaş 20%-ni, üçüncü qardaş isə 55%-ni görmüş oldu. Bax, bu da son sual, 30 sualı. Belə. Diqqətiniz üçün çox sağ olun. Hamınıza uğurlar. Səhvlərinizə baxın. Biraz yorğun şəkildə başa saldım. İnşallah ki, inanıram ki, sizə bir xeyri dəyəcək. Çox sağ olun.